Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü mövzumuz BTR-lərdir. Bu videoda ordumuzun arsenalında yer alan ümumi BTR-lər hansı səviyyədə bir texnikadır və yeni hansı texnikalar alına bilər? Bunları müzakirə edəcəyik. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Xoş izləmələr. Azərbaycanın ümumi qoşun birləşmələrinin silahlanmasına BTR-70, BTR-80, BTR-80A və BTR-82A daxildir. Bunlardan BTR-70 Dövlət Sərhəd Xidmətinin, BTR-80 və BTR-80A daxili qoşunun, həmçinin BTR-70 və BTR-82A Müdafiə Nazirliyinin quru qoşunlarının silahlanmasına daxildir. BTR ailəsinin təyinatı döyüş zamanı motatıcı bölmələrin şəxsi heyətinin zireh qorunması altında daşınması və onlara atəş dəstəyinin verilməsindən ibarətdir. BTR-70 1970-ci illərin əvvəllərində silahlanmaya qəbul edilib və artıq günümüzün müasir döyüş tələblərinə cavab vermir. Maşının ciddi çatışmazlıqları var. BTR-70-in əsas ciddi çatışmazlığı onun zirehi ilə bağlıdır. Bu texnikanın zirehi 5.45-39 və 7.62-39 mm-lik atıcı silahlardan qoruna bilir və onun mina qorunması çox zəifdir. Eləcə də artilleriya mərmi qəlpələrinə qarşı da zəifdir. BTR-70 ilə BTR-80, BTR-80A arasında zireh qorunması baxımından cüzi fərqlər var. Həm BTR-80, həm BTR-80A-nın da zirehi zəifdir. BTR-80A, BTR-80-in 30 mm-lik topla silahlanmış modelidir. BTR-80-də 14-5 mm-lik KPVT pulemyotu, BTR-80A-da isə 30 mm-lik 2A72 topundan istifadə olunur. BTR-82A da həmçinin 30 mm-lik 2A72 topu ilə silahlanıb. Zireh qorunması isə əvvəlki modellərə nisbətən yaxşıdır. Atıcı silahlara qarşı 7.62 mm-lik silahlardan qoruna bilir. Mina qorunması əvvəlki modellərdən üstün olsa da yetərli səviyyədə deyil, yenə də zəifdir. Ordumuzun arsenalında BTR-82A-lar qala bilər, amma BTR-70-lər həm quru qoşunlarının, həm sərhəd qoşunlarının arsenalından çıxarılmalıdır və yüksək zireh qorunması olan yeni texnikalarla əvəz olunmalıdır. Misal üçün, bu texnika Cənubi Afrika istehsalı olan M-18 ola bilər. M-18-in zireh qorunması güllələrə qarşı NATO standartının 3-cü səviyyəsinə uyğundur. Beləliklə 5.56-45 və 7.62-51 mm çaplı zirehdelən güllələrdən və zireh dəlməyən adi 12-7-99 mm çaplı güllələrə qarşı davamlıdır. Mina qorunması isə gövdənin altında və təkərlərin altında 10 kq TNT gücündə mina partlayışına davamlıdır. Yan hissədə isə, məsələn, yol kənarında partlayan 50 kq TNT gücündə partlayışı davamlıdır. M-18 ekipaj və desant daxil olmaqla ümumilikdə 12 nəfər daşıya bilir. M-18-in zirehi həmçinin boşluqludur. Bu sayədə aşağı nüfuzlu kumulyativ mərmilərdən də şəxsi heyəti qoruya bilir. Həmçinin maşının mühərriki qabaqda yerləşir, o da şəxsi heyətə ön hissədən əlavə qorunma verir. Cənubi Afrika ilə ölkəmiz arasında silah sahəsində əməkdaşlıq var zaten. Ordumuz M-18-i rahatlıqla ala bilər. Buna əlavə olaraq Cənubi Afrikadan 6 təkərli M-6 da alına bilər. M-6 da həmçinin ballistik qorunması NATO standartının 3-cü səviyyəsinə, mina qorunması isə 4-cü səviyyəsinə uyğundur. Beləliklə o 7.62-51 mm çaplı zirehdelən güllələrdən gövdənin alt hissəsi və təkərlərin altında 10 kq TNT gücündə mina partlayışından şəxsi heyəti qoruya bilir. Ordumuz həm M-18 və M-6-nı nəzərdən keçirə bilər, həmçinin Türkiyənin
Arma Pars və həmçinin Serbiyanın Lazar 3M döyüş maşınını nəzərdən keçirə bilər. Həmçinin Çinin döyüş maşınlarını nəzərdən keçirə bilər. Bəs sizcə ordumuz hansı döyüş maşınlarını almalıdır? Hansı döyüş maşını daha yaxşıdır? Şərhlərdə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək izlədiyiniz üçün təşəkkürlər.